Məsələn, mən influencer bloqerəmsə, mən yerli bazarda auditoriyamı hazırlayanda artıq mən şirkətlərlə işləyə bilərəm burada. Amma mənim səhifəm artıq xaricilərlə olsa, mən gərək qlobal bazarda işləyim. Belə bir dəfə case olmuşdu. Bir rəssam idi Azərbaycanlı, 25 yaşında. 500 min izləyicisi vardı. Və qeyd etdi ki, mən bəs burada yerli oyal, bir də off-site əməkdaşlıq etdim. Bəs qələm, nə bilim, karandaş, nə ki mənə lazımdır rəssamlıq üçün aldım. Paylaşdım, video izlənmədi. Çox az izləndi. 5000 izləndi. Halbuki yarım milyon izləyicisi var. Və mən səhifəsini analiz edəndə gördüm ki, məşhur futbolçular, Cristiano Ronaldo, Messi və yaxud filmlər çıxmışdı, Oppenheimer, Barbie və onları çəkib və videoları 20 milyon izlənir. Viraldır, qlobaldadır. Çünki yağlı boya kimi rəssamdır. Mən ona qeyd etdim ki, sən artıq xarici bazara fokuslan. Xarici bazarda qlobalda olan karandaşdır və yaxud digər sənə lazım olan alətləri ala bilərsən.